Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə çox maraqlı və ibrətamiz bir həyat hekayəsini bölüşmək istəyirəm. Bilirsiniz, həyat bəzən bizə elə sürprizlər hazırlayır ki, ən düzgün hesab etdiyimiz qərarlar belə illər sonra ən böyük peşmanlığımıza çevrilə bilir. Qəhrəmanımız Vahid də sadiqlik və çılğın ehtiras arasında qalıb ağır bir seçim etməli oldu. Bəs görəsən bu seçimin bədəli nə oldu? Gəlin bu hekayəni birlikdə izləyək. Nərgiz. İşin sonunda dostları Vahidin yanına toplaşdılar. Unutmamısan ki, Nadir'in ad günüdür. Həmişəki yerimizdə toplaşırıq. Onların sevimli restoranı var idi. Demək olar bütün şənliklərini orada qeyd edərdilər. Vahid bugünkü tarixi unutsa da özünü o yerə qoymadı. Əlbəttə unutmamışam. Saat neçədə yığışırıq? Həmişəki kimi 8-də. Hədiyyə yoxsa pul? Hədiyyəni özü alar. Vahid pul çıxarıb verdi. 8-də oradayam, dedi. Dostlarından biri zarafat yana. Gəlin bacı buraxacaq səni? Gülüşdülər. 4 dost arasında təkcə Vahid evli idi. Lakin qəribə də olsa, evlilik onun həyat tərzinə qətiyyən təsir etməmişdi. Bütün yığıncaqlarda subay dostları kimi iştirak edirdi. Ailə qurması da dostları üçün gözlənilməz olmuşdu. O bir neçə il görüşdüyü qızdan ayrılmışdı. Buna ayrılmışdı demək düz olmazdı. Çünki qız onu qoyub başqasına, imkanlı birisinə ərə getmişdi. Bu hadisədən heç bir il keçməmişdi ki, o dostlarını evlənirəm deyib toyuna dəvət etmişdi. Toy, necə deyərlər, xudmani idi. Banket zalında dostları, bəy-gəlinin valideynləri və yaxın qohumları var idi. Lakin bəylə gəlin zala daxil olanda dostlarının ağzı açıq qalmışdı. Gəlin çox gənc, incə, gözəl bir qız idi. Vahid dostları arasında ən yaraşıqlısı, ən uca boylusu olsa da, gəlin demək olardı ki, onunla bir boydaydı. Toy çox maraqlı keçdi. Yaxşı tostlar dedilər, yedilər, içdilər, rəqs etdilər. Vahidin xalası qızları gəlini rəqsə dəvət edəndə dostları ikinci dəfə heyrət etdilər. Gəlin durna kimi süzə-süzə əsl professional rəqqasə kimi rəqs edirdi. Yəqin rəqqasədir, deyə dostları pıçıldaşdılar. Lakin tostlara qulaq asanda gəlinin arxitektor olduğunu eşitdilər. Bir sözlə, dostları o toydan həsəd hissi ilə dağılışdılar. Vahidin evlənməyi həqiqətən gözlənilməz olmuşdu. Bir gün keçmiş universitet yoldaşı zəng edib, ona işi düşdüyünü və görüşmək istədiyini söylədi. Görüşəndə məlum oldu ki, qrup yoldaşı özəl bir şirkət açıb və çoxmərtəbəli biznes mərkəzində icarəyə yer götürüb. Dizayn və interyer üçün mütəxəssis də dəvət edib. Vahid də böyük bir şirkətdə işlədiyi üçün qrup yoldaşı öz ofisinin interyerini qurmaq üçün onunla məsləhətləşmək istəyirdi. Biznes mərkəzinə gəldilər. Yoldaşı Vahidə danışdı ki, dəvət etdiyi mütəxəssis qadın arxitektordur. Arxitektura komitəsində işləyir. Lakin dizayn interyer işində də çox səriştəlidir. Bir tanışı onu məsləhət görüb. Özü isə onunla hələ tanış deyil. Nəhayət, dəvət olunan mütəxəssis də gəlib çıxdı. Oğlanlar gizlincə baxışdılar. Gələn çox gənc, gözəl bir xanım idi. O, Nərgiz deyərək özünü təqdim etdi. Hər üçü icarəyə götürülən otaqları gəzib tanış olduqdan sonra oturub müzakirəyə başladılar. Dizayner xanım icarədardan iş haqqında konkretlik istədi. Nə iş görüləcək? Təxmini neçə işçi yeri olacaq? Müdir kabineti, işçilərin kabineti, texniki vasitələrin sayı və s. Məlum oldu ki, Vahidin qrup yoldaşı bu məsələləri hələ həll etməyib. 3 gündən sonra bütün bu məsələləri dəqiqləşdirib, elə burada görüşəcəklərinə qərar verib ayrıldılar. Danışdıqları vaxt yenidən görüşdülər. Vahid də söz verdiyi üçün gəlmişdi. Dizayner xanım iş sahibindən lazım olan məlumatları alandan sonra kompüterini qoltuğuna vuraraq otaqları bir-bir gəzib, hər otağın dizayn sxemini qurmağa başladı. Saat 10-a qədər işləri davam etdi. Vahid bu qızın işgüzarlığına və ciddiliyinə heyran olmuşdu. Nəhayət qız işini bitirdi. Ayrılanda dedi ki, 2 gündən sonra bütün otaqların həm çirtiyojlarını, həm də 3D görüntülərini hazırlayıb gətirəcək və bu son mərhələdə lazım olarsa yerindəcə düzəlişlər edəcək. Nəhayət, 3-cü dəfə görüşdülər. Ofisin 3D görünüşünü oğlanların hər ikisi çox bəyəndi. Xırda para düzəlişlərdən sonra dizayner xanım işi təhvil verdi. Gedəndə Vahid qıza onu ötürməyi təklif etdi. O razılaşmadı. Narahat olmayın, bir taksiyə oturub gedəcəyəm, dedi. Vahid elə oradan keçən bir taksini saxladı, qızı otuzdurdu və onun etirazına baxmayaraq özü də qabaqda əyləşdi. Qızı düşürəndə ondan telefon nömrəsini istədi. Mənim də bir planım var, dedi. Baş tutsa sizə müraciət edəcəyəm. Qız nömrəsini verdi və Vahid taksiyə oturub getdi.
Bu son görüşdən bir neçə gün keçmişdi. Vahid bu qızı unuda bilmirdi. Hətta hiss edirdi ki, ona atıb ərə gedən keçmiş sevgilisini demək olar bu günlərdə heç xatırlamayıb. Nəhayət qıza zəng vurdu. Mənim də bir planım var, amma sizin məsləhətiniz lazımdır. Mənə lazım olan vəsaiti bilmək istərdim, dedi. 28 May Ticarət Mərkəzinin qarşısında görüşdülər. Vahid istiqaməti bulvara tərəf götürdü. Bulvara çatıb boş bir skamyada oturdular. Nərgiz telefonunu çantasından çıxarıb kalkulyatorunu açdı. Deməli, siz biznes mərkəzində kiçik özəl bir şirkət açmaq istəyirsiniz. Mən dəfələrlə belə təkliflərə dizayn verib interyerini qurmuşam. 3 işçi və mühasib üçün biznes mərkəzlərində ən minimal icarə xərci, işçilərin maaşı, interyer və texniki vəsait pulu təxmini belədir, deyib məbləği yazıb göstərdi. Yeni şirkətə bir neçə ay reklam xidməti də lazım olacaq. Onun da xərcini üstünə gəlsək, sizə lazım olan məbləğ belə olacaq. Topladı və cəmi Vahidə göstərdi. Əməlli başlı iri rəqəm alınmışdı. Necədir, buna hazırsınızmı? Vahid yox demək istəmədi. Təxmini bildim, hələlik hazır deyiləm. Sonra əlavə etdi. Bilirsiniz, Nizamidə əla film gedir. Bilet də almışam. Təklif edirəm gedək. Qızın üzünə baxdı. O gülümsədi. İndi ki bilet almısınız, gedək. Filmdən sonra qızı evlərinə qədər ötürdü. Ayrılanda cəsarət edərək, bazar günü görüşək, dedi. Razılaşdılar. Beləcə onların görüşləri başladı. Görüşlərindən 3 ay keçmişdi. Vahid bir axşam qızı evə ötürəndə, icazə versən, valideynlərim sizə gələrdi, dedi. Nərgiz bir xeyli sustu. Biz özümüz və valideynlərimiz haqqında bir-birimizə danışmışıq. Lakin mənim sənə söyləmədiyim bir şey də var. Bir qədər susub davam etdi. Valideynlərim 3 yaşım olanda məni uşaq evindən götürüblər. Əsl valideynlərim məlum deyil, çünki məni uşaq evinin qarşısına atıb gediblər. Mən buna heç kimə danışmamışam. Amma sənin ciddi fikrin var deyə səndən gizlədə bilmərəm. Blokun qapısını açıb əlavə etdi. Yaxşı fikirləş. Əgər fikrin ciddi olarsa, mənə zəng vurarsan. Olmasa zəng vurma. Bil ki, mən qətiyyən səndən incimərəm və dönüb getdi. Ertəsi gün Vahid zəng vurdu. Sonra isə valideynlərini göndərdi. Gələcək qudalar bir-birlərini çox bəyəndilər. Sevgililər tez-tez görüşüb, kinoya, konsertə, kafeyə getsələr də heç öpüşməmişdilər. Buna Nərgiz imkan verməmişdi. İndi Vahidə aydın oldu ki, səbəb nə imiş. Qız onun fikrinin ciddiliyinə əmin deyilmiş. Ona görə də onunla təmasdan qaçırmış. Əlbəttə, qızın belə münasibəti onu Vahidin gözündə daha da dəyərli edirdi. Vahid bir il əvvəl təzə binadan 2 otaqlı, geniş zalı və mətbəxi olan mənzil almışdı. Pulun yarısını ödəmişdi, yarısını isə daxili, faizsiz kreditlə 4 ilə ödəməli idi və hər ay ödəyirdi. Toyu tezliklə etməyi təkid etdi. Cehizə ehtiyac yoxdur, dedi. Çünki mətbəx üçün mebel qurdurmuşdu. Zal üçün stol-stullar və divan kreslolar da almışdı. Hətta dəhliz üçün dolab, yataq otağı üçün 2 nəfərlik çarpayı və dolab da yığdırmışdı. Düzdür, o bütün bunları əvvəlki sevgilisi üçün etmişdi. Sevdiyi qızı anası kasıbçılıqla tək böyütmüşdü, təhsil vermişdi, amma cehizlik imkanı yox idi. O isə son anda Vahidə atıb, imkanlı bir kişiyə ərə getmişdi. Baxmayaraq ki, Vahidlə çox yaxın, intim münasibətdə olmuşdu. Toyun vaxtını uzatmadılar. Ev var, cehizə ehtiyac yox, gənclər bir-birini sevir. Toy yeri danışdılar, bəylik, gəlinlik aldılar. Hər iki tərəf öz ən yaxınlarını toya dəvət etdi. Toydan sonra isə bir neçə Avropa ölkəsinə 2 həftəlik səyahətə getdilər. Bu, ən çox Nərgizin arzusuydu. Köhnə dünyanın arxitekturasını öz gözü ilə əyani görmək onun çoxdanki arzusuydu. O, öz peşəsini çox sevirdi. İstəlik, dizayn interyer kurslarını bitirib, sifarişi olanda bu işlə də məşğul olurdu. Vahid hələ ilk görüşdən anlamışdı ki, Nərgizlə asanlıqla hər şeyi müzakirə etmək olar. Necə varsa, dizinə qulu. Buna görə də toydan sonra onunla öz büdcələrini bölüşməyi təklif etdi. Hər imkanlarını nəzərə aldıqdan sonra Vahidin öhdəsinə evin aylıq ipoteka ödənişi, Nərgizin öhdəsinə isə ərzaq və evin kommunal xərcləri düşdü. Həmçinin qərara gəldilər ki, dostları ilə görüşlərində, həyat tərzlərində və iş saatlarında məhdudiyyət olmamalıdır. İntim münasibətlərində Nərgiz əvvəlki sevgilisi kimi çılğın, nazlı qəmzəli deyildisə də, Vahid ondan razı idi. Anası qızını ər evinə yola salanda bəzi məsləhətlər vermişdi. Siz hər ikiniz gəncsiniz. Çalış, 2 il hamilə qalma. Bir-birinizə öyrəşin, sevgi dolu həyat yaşayın, əylənin, gəzin, dolaşın, ürəkləriniz bir vursun. Ərin üçün arzu olunan, məftun edici, gözəl qadın ol. Səhərlər ondan tez yatağından dur.
O səni görüncə artıq özünü, saçını, makiyajını qaydaya sal. Səhər yeməyi hazırla. İşdən gələn kimi yaraşıqlı ev paltarı geyin. Beynində avtomatik bu vərdişləri yarat. Dəyişməz qanun kimi əməl et. Amma ərə gedən kimi hamilə qalsan, ərin üçün o incə, gözəl qadın obrazını 4-5 aya itirəcəksən. Uşaq olandan sonra başın elə qarışacaq ki, ər sənin üçün ikinci, bəlkə də 10-cu yerdə olacaq. Bir də görəcəksən, o səhər kofesini kafelərdə içir, axşam yeməyini restoranlarda, kafelərdə yeyib gəlir. Əlbəttə, uşaq lazımdır, amma hələ 2 il cavanlığınızı edin. Və nəhayət, həmişə ərinə hörmətlə yanaş. Çalış ki, o da sənə hörmət qoysun. Üzü gülər, pozitiv ol, özünü sev. Sən özünü sevməsən, özünə qiymət qoymasan, başqaları səni sevməyəcək, qiymət də qoymayacaq. Və ən əsası, ola bilər nədənsə aranızda narazılıq olar, mübahisə edəsiniz. Məbada artıq əskik söz işlədəsən. Yox, görsən o sərhədi keçir, mübahisəni kəs. İmkan vermə ki, xoşagəlməz bir söz eşidəsən. Həmişə aranızda bir pərdə olmalıdır. Bu pərdə aradan götürülməməlidir. Əlbəttə, bu nəsihətləri aması tədricən, yeri gəldikcə edirdi. Nərgiz anasının nəsihətlərini necə deyərlər, sırğa kimi qulağından asmışdı. Evi təmiz, özü gözəl, sanki harasa gedirmiş kimi yaraşıqlı idi. Əri yuxudan duranda səhər yeməyi, işdən gələndə axşam yeməyi hazır olurdu. O öz həyatından razı idi. Baxmayaraq bal arısı kimi səhərdən gecəyə qədər işində və evində çalışsa da, qətiyyən özündə yorğunluq, əzginlik hiss eləmirdi. Hətta tez-tez işdən əlavə sifarişləri olsa da öhdəsindən gəlirdi. Mədəni həyatdan da geri qalmırdılar. Teatra, konsertlərə, sərgilərə, müxtəlif restoranlarda çıxış edən məşhur müğənnilərin konsertlərinə gedirdilər. Əlbəttə, bütün bunların təşkilatçısı və sponsoru Nərgiz idi. Evliliklərindən 2 il keçmişdi. Aktiv, maraqlı həyat tərzi keçirsələr də, Vahid öz qazancından ancaq evə olan ipoteka borcunu ödəyirdi. Bütün qalan xərclər nərgizlik olduğu üçün o kredit borcunu hətta vaxtından əvvəl bağlaya bilmişdi. Sonuncu ödənişi edəndən sonra zəng vurub Nərgizi sevindirmək istəyirdi ki, özünə tanış olmayan bir nömrədən zəng gəldi. Cavab verdi. Eşitdiyi səs onu bir anlıq şoka salsa da, tezliklə özünü ələ aldı. Zəng vuran onun keçmiş sevgilisi idi. O Vahidi görüşə çağırırdı. Onunla keçirdiyi çılğın eşq anları Vahidin bütün bədənini təlatümə gətirdi. Razılaşdı. Sonra Nərgizə zəng vurdu. Evin borcunun bitdiyi xəbərini demək üçün yox, axşam işi olduğundan gecikəcəyini dedi. Hər şey yenidən başlamışdı. Keçmiş sevgilisi ilə görüşlər, gəzintilər, əyləncələr və ona böyük zövq yaşadan sevişmələr. Qadın ərindən ayrılmışdı. Elə bu səbəbdən günün istənilən vaxtı tez-tez görüşürdülər. Nərgizə isə deyirdi ki, yeni proyekt üzərində çalışırlar. Ona görə gecəyə qədər işdə qalmalı olur. Lakin necə deyərlər, yalanın ömrü 40 gün çəkər. Düzdür, Vahidin yalanının ömrü hətta 100 günü belə ötmüşdü. Bir gün Vahid Nərgizə zəng vurdu. Nara, bugün yenə proyektimiz var, gec gələcəyəm. Gəlməsəm narahat olma, ofisdə divanda yataram, dedi. Yaxşı. Elə mən də sənə zəng edib deyəsiydim ki, bugün əla bir sifarişim var, evə gec gələ bilərəm, cavabını verdi. Lap yaxşı, sənə uğurlar. İşin uzun çəksə, səni qarşılamaq üçün mən lazımam, deyə Vahid soruşdu. Nərgiz cavabında, yox, elə də uzun çəkəsi iş deyil. Hələlik sifarişlə tanış olacağam və salam. Narahat olma əzizim. Nərgiz işdən sonra sifarişçi ilə görüşdü. O, orta yaşlı bir kişi idi. Görüşə də xanımı ilə gəlmişdi. Nərgiz sifarişin nə olduğunu bilirdi. Sifarişçi şəhərin münasib yerində yerləşən kifayət qədər iri kafesini restorana çevirmək istəyirdi. Lazım olan sənədləşməni də aparmışdı. Onlar əvvəlcə gedib obyektə baxdılar. Sonra isə əvvəldən danışdıqları kimi gedib 2 məşhur restorana baxmalı idilər. Bu restoran sahibləri sifarişçinin yaxın tanışları idi. O həmin restoranlara oxşar, lakin daha müasir, daha gözəl dizayn istəyirdi. Birinci restorana gəldilər. Nərgiz burada öz qeydlərini edib lazımi şəkillər çəkdi. Sonra digər restorana yola düşdülər. Sifarişçi, Nərgiz xanım, vaxt üçün tələsməyin. Mənə mümkün qədər müxtəlif variantlar hazırlayın. Zəhmət haqqınızı necə lazımdırsa ödəyəcəyəm. Nərgiz burada da restoranın mətbəxi, texniki otaqları ilə tanış olub, lazımi qeydlər edəndən sonra əsas sala keçib, zalın bir neçə istiqamətdə şəkillərini çəkdi. Birdən nəzərləri bir istiqamətə yönəldi. Bir xeyli baxandan sonra telefonunda videonu aktivləşdirib bir neçə dəqiqə çəkdi. Sifarişçi xanımı ilə nəsə müzakirə edirdi deyə ona fikir vermirdi.
Nərgiz yanında dayandığı iri sütunun o biri tərəfinə keçərək ərinin nömrəsini yığdı. O gec cavab verdi. Necəsən əzizim, işinizi bitirirsiniz? Deyə soruşdu. Yox, Nara, işimiz çoxdur. Yəqin ki, ofisdə qalacağıq. Deyəsən musiqi sədaları altında işləyirsiniz. Elədir, gərək həyatımıza biraz rəng qataq da. Yaxşı, sizə uğurlar, deyib Nərgiz telefonu söndürdü və sifarişçiyə yaxınlaşdı. Nəhayət restorandan çıxıb maşına oturdular. Onlar Nərgizi evinin yanında düşürüb, sağollaşıb getdilər. Səhəri gün istirahət günü idi. Çox gec yuxulayan Nərgiz ayılanda artıq saat 10-a işləmişdi. Anasına zəng vurub onlara gələcəyini dedi və ata evinə yollandı. Atası evdə değildi, bağ evinə getmişdi. Anası isə onun çox xoşladığı Ukrayna borşunu bişirirdi. Özünü həmişəki kimi aparsa da, anası onun fikrinin dağınıq olduğunu hiss elədi. Qızı ilə üzbəüz oturub soruşdu. İndi danış görüm, nə olub, niyə belə fikirlisən? Nərgiz axşamki hadisəni olduğu kimi restoranda ərini qızla gördüyünü, zəng vurduğunu, onunsa yalan danışaraq işləyəm dediyini təfsilatı ilə anasına danışdı. Anası, bəlkə işlə əlaqədar orada olub, sən qısqanmayasan deyə yalan danışıb, belə bir variantı mümkün hesab etmirsən? Yox, etmirəm, deyə Nərgiz cavab verdi və videonu anasına göstərdi. Anası diqqətlə videoya baxdıqdan sonra, hə, bu işgüzar görüş deyil, dedi. Onun belə gecikmələri nə vaxtdan başlayıb? 3 ay olar. Və sən indiyə qədər heç nədən şübhələnməmsən? Yeni proyekt işləyirik, deyirdi. Onun komandası 4 nəfərdən ibarətdir. Evli olan təkcə budur. Subaylar işdə normativdən artıq qalırsa, deməli bu da qalmalıdır. Yəni mən belə düşünürdüm. Evə çox gec gəlirdi, bəzən də işdə qalacağam deyirdi. Həmişə məni xəbərdar edirdi. Heç mənim ağlıma başqa şey gəlmirdi. Anası bir xeyli susandan sonra, sənə münasibətində nəsə dəyişiklik hiss edirsən? Yox, etmirəm. Bilirsən ana, mənim yaxşı münasibətdə olduğum rəfiqələrim var. Amma ən yaxın sirdaşım həmişə sən olmusan. Həm də bu elə bir məsələdir ki, kimsənin qarşısında açıb tökmək istəməzdim. Ona görə sənin yanına gəlmişəm. Başa düşürəm, qızım. Lakin bu məsələdə əsas söz sənindir. Sən nə qərara gəlsən, mən də, atan da ona hazırıq. Bircə onu deyə bilərəm ki, isti başla bir nəticəyə gəlmə. Biraz səbr elə, özünü soyud, sonra qərar ver. Sən bəyəm o qızın hərəkətlərindən görmürsən necə əzilib büzülür. Sərbəst, kompleksiz yaşayanın biridir. Belələri 100 kişi ilə oturub dururlar. İndi sənin yoldaşını tora salıb, bir də gördün ayrısını tapdı. Nərgiz bugün ilk dəfə gülümsədi. Yəni deyirsən, gözləyim, bu qız haçan başqasına ilişəcək? Yox, bu plan məni qane etmir. Anası yenə onu sakitləşdirməyə çalışdı. Mən bunu sənə plan kimi məsləhət görmədim. Yəni deyirəm, belələri var. Amma sən tələsmə, biraz səbrini bas. Özünü hələlik bilən göstərmə. Müşahidə elə, gör bundan sonra özünü necə aparacaq. Nərgiz 2-3 saat da anası ilə oturub öz evinə getdi. Əri hələ gəlməmişdi. Oturub dünənki sifarişi ilə məşğul olmağa başladı. Tez-tez fikri dağılsa da özünü işləməyə məcbur edirdi. Nəhayət şər qarışanda əri gəldi. Həmişəki kimi durub ərini qarşıladı, salamlaşdılar. O gələn kimi birinci hamam otağına girib yuyunar, rahatlaşardı. Bu dəfə isə birbaşa zala keçdi. Nərgiz ehtiyatla soruşdu. Çaydan, çörəkdən nəsə istəyirsən? Yox, dedi. Gəl otur, səninlə söhbətim var. Nərgiz sakitcə gəlib o biri kresloda əyləşdi. Əri biraz pauzadan sonra sözə başladı. Nərgiz, səndən əvvəl mənim bir neçə il görüşdüyüm, sevdiyim qız olub. Sonra aramız dəydi, ayrıldıq. Qəlbim boş qalan vaxt sənə rast gəldim, vuruldum. Düşünürdüm ki, bu sevgidir. Lakin bir neçə ay olar ki, həyat bizi o qızla yenə rastlaşdırdı. Görüşməyə başladıq. Düşünmürdüm ki, yenə də onu əvvəllər olduğu kimi sevərəm. Amma özümlə bacara bilmədim. Mən yenə onu sevirəm, onunla olmaq istəyirəm. Artıq səni aldada bilmirəm, bağışla məni. Ayrıldılar, sakitcə, sözsüz, söhbətsiz. Bu hadisədən 3 il keçmişdi. Vahidin işlədiyi şirkət keçən 3 il ərzində başqa şirkətlə birləşib korporasiyaya çevrilmişdi. Vahid özü bir şöbənin müdiri idi. Artıq subay dostlar da evlənmişdilər. Lakin daha əvvəlkilər kimi yığışmaq, bir yerdə ad günlərini, bayram günlərini qeyd etmək yox idi. Hərəsinin başı öz ailəsinin qayğısına qarışmışdı. Əlamətdar bayram günlərində
Rəhbərlik müxtəlif böyük restoranlarda korporativ tədbirlər təşkil edirdi. Belə günlərdə korporasiyanın işçiləri öz həyat yoldaşları ilə dəvətli olurdular. Bu gün də belə tədbirlərdən biri idi. Demək olar ki, hamı artıq gəlmişdi. Vahidin komandası bir masa arxasında əyləşib, yavaş səslə söhbətləşib açılışı gözləyirdi. Korporasiyanın rəhbəri də gəlməli idi. Qadın əməkdaşlardan biri öz dəstəsinə yaxınlaşaraq dedi: "Rəhbərlik artıq gəlib, qarderobun qarşısındaydılar. Rəhbərin xanımını da gördüm." Kimsə soruşdu: "Özü çox görkəmli kişidir. Xanımı necə? Ona yaraşandır?" Qadın əməkdaş: "Xanımının tayı bərabəri yoxdur. Birazdan özünüz görəcəksiniz. Model görünüşlü gənc bir xanımdır." Nəhayət rəhbər işçilər dəstə ilə zala daxil olub, xüsusi düzəldilmiş səhnəyə qalxdılar. Aparıcı məclisi açıb, sözü korporasiyanın rəhbərinə verdi. Rəhbər danışırdı, lakin çoxlarının gözü rəhbərə yox, onun yanında duran uca boylu, gözəl, gənc xanımına zillənmişdi. Onun buruq saçları çiyninə tökülmüş, durna boynu kimi uzun boynu adamı valeh edirdi. Vahidin gözü rəhbərdə olduğu üçün onun yanındakı xanımına baxmırdı. Birdən gözü ona sataşdı. Sanki bədənindən cərəyan keçdi. Korporasiya rəhbərinin xanımı Nərgiz idi. Şahanə duruşlu, gülümsər baxışlı Nərgiz. Rəsmi hissə bitdi. Rəhbərlik səhnədən düşüb, onlar üçün ayrılmış yerlərdə əyləşdilər. Vahid Nərgiz tərəfə daha baxmırdı. Lakin onun əri ilə rəqs etdiyini eşidəndə özünü saxlaya bilmədi. Rəqs edənlərin arasında gözü ilə onları axtarıb tapdı. Ətrafına baxdı. Ortalıqda xeyli cütlük rəqs etsə də, demək olar ki, hamının gözü onlardaydı. Nərgizin toydakı milli rəqsini xatırladı. Toydan sonra soruşmuşdu: "Sən harda öyrənmisən belə gözəl rəqs etməyi?" O cavabında: "Məktəbdə oxuyanda 5 il rəqs dərnəyinə getmişəm," demişdi. Lakin 2 il evlilik dövründə dəfələrlə müxtəlif restoranlarda, toylarda olsalar da, bir dəfə də olsun onunla rəqs etməmişdi. Heç durub rəqs etmək ağlına belə gəlməmişdi. İndi böyük bir korporasiyanın rəhbəri öz işçilərinin baxışları altında məftunluqla xanımına baxaraq rəqs edirdi. Rəqs bitdi. Nərgiz öz yerlərinə gedəndə ərinin qoluna girdi. Əyləşəndə əri əvvəl stulu çəkib ona əyləşdirdi. Sonra özü əyləşdi. Vahid Nərgizə baxaraq onunla yaşadığı dövrləri xatırladı. Həmişə gül kimi tərtəmiz olan ev, səhərlər yuxudan duranda və axşamlar işdən gələndə onu gözləyən süfrələr, kiçik, amma xudmani bağ evində qaynatasının kabab qonaqlıqları. Nəhayət Nərgizin heç nə demədən, sakitcə özünə məxsus əşya və geyimlərini yığaraq, cəmi 2 çamadanla evdən çıxdığı anı xatırladı. Birgə yaşadıkları 2 il ərzində Vahid bütün qazandığını ipoteka ödənişlərinə sərf etmiş. Evin bütün dolanışığını, gəzintilərini isə Nərgiz ödəmişdi. Amma o gedəndə bir kəlmə də olsun bunu dilinə gətirməmişdi. Sonra dönüb, onu bütün bu ailə rahatlıqlarından məhrum edən, lakin çılğın eşq yaşadan öz xanımına baxdı. Onun üçün evdarlıq ən sonuncu yerdə idi. O saatlarla salonlarda saç düzümünə, manikürə, pedikürə vaxt sərf edər, fitness salına və ya hovuzda üzməyə gedərdi. Evi toz basanda klinik çağırar. Axşamlar isə hazır yemək sifariş edərdi. Həmişə olduğu kimi o indi də öz amplasındaydı. Civə kimi hər tərəfə əyilib, hamıya nəsə deməyə çatırdı. Vahid bir qədər keçəndən sonra məclisin qızışan vaxtında xanımına: "Özümü çox pis hiss edirəm, dur gedək evə," dedi. Onun "Hələ tezdir, nə olub axı, niyə gedək?" cavabından sonra "Yaxşı, sən qal, mən gedirəm, başım ağrıyır, ürəyim də sıxılır," dedi və getmək üçün yerindən durdu. Xanımı da narazı sifətlə qalxdı. Onlarla bir masada əyləşənlərlə xudahafizləşib zaldan çıxdılar. Ürəyi həqiqətən sıxılırdı. O bugün özünün böyük itkisini anlamışdı. Lakin o əsl həqiqəti anlamamışdı. O da, Nərgiz də öz layiq olduqlarına qovuşmuşdu. Hekayəmiz burada sona çatır. Sonda hər kəs öz layiq olduğuna qovuşdu. Bəs siz necə düşünürsünüz? Vahid etdiyi seçimdə haqlı idi, yoxsa qısa müddətli ehtiras onun gözünü kör etmişdi? Nərgizin yerində olsaydınız, siz nə edərdiniz? Fikirlərinizi şərhlər bölməsində mütləq yazın, oxuyacağam. Videonu bəyəndinizsə kanala abunə olmağı və bəyənmə dirməsinə basmağı unutmayın. Yeni hekayələrdə görüşənədək.